Salam dostlar, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Allah hər kəsin təsərrüfatına bərəkət versin inşallah. Əziyyət çəkən qardaşlara Allah ruzusunu bol eləsin inşallah. Mən sizə bu qaradolaq çizisi haqqında danışmaq istəyirəm. Saxlayanlar bilir, saxlamayanların da məlumatı olsun. Çox gözəl cinsdir, əvvəla onu deyim. Yəni qəşəng video ləzzət eləyir adama, çəkini çox verir, hər şey əladır, müsbətdir də, yəni superdir. Amma çatışmayan cəhətlər var. Pirusda ki, bu yerli qoyunlara nisbətən baha satılır da, yəni. Baha satılır, necə baha satılır? Yəni bugün kimsə qoyun saxlamaq istəyirsə, deyək ki, yerli qoyun yoxsa qaradolaq cinsi arasında seçim eləmək istəyir. Birincisi qaradolağa böyük bir otlaq yerin olmalıdır. Qaradolaq üçün zəif yer, yəni çox çətin olur. Zəif yerdə otarmaq. Bunlara yem rasyonu çox güclü lazımdır. Hədsiz çox yeyirlər. Çox güclü qidalanma lazımdır bunlardan ki, bunlardan effekt alasın. Yoxsa belə deyək, örük sahələrindəmi, nə bilim, yüngül otlaq yerlərindəmi bunu saxlamaq sərf eləmir. Çünki bunların da bir dənə mənfi xəsiyyət odur ki, arıqlayanda nə vidləri olmur, çox arıq olurlar. Yəni yemləri, otları zəif olanda. Deməyim odur ki, bunları yüngül otlaq yerlərində saxlamağa dəymir. Effekt vermir, zəif olurlar, balaları zəif olur, özləri zəif olur. Ona görə elə yerləri olanlar elə yerli qoyun saxlasa yaxşı olar. Yerli qoyun effekt verər. Bir də belə deyək də, adam var ki, məsələn, yerli qoyun saxlayır. Yerli qoyundan balasını satır, deyək ki, məsəl üçün də 2 ay, 2 ay yarıma, 3 aya məsəl üçün. Elədi 20 kilo, ət hesabım neçəyədir, məsəl üçün 18 manat, 17 manat, 19 manat, 20 manatdan satdı. Pulun götürdü. Elə bunun da balası deyək ki, eləncik olur, biraz fərqli olur. Bunun balası onda effekt verir ki, damazlıq kimi sata bilirsən. Məsələn, damazlıq kimi satılan heyvan, ət kimi satılan heyvanlardan biraz baha satılır da. Belə də götürəndə, yəni hər kəs də damazlıq kimi bunu sata bilmir. Yəni tanınmaq baxımından, ipilus, necə deyim, sənə pul lazım olur, sən gözləyəsi deyilsən ki, bunu damazlıq kimi satasan. Aparırsan bazara və yaxud da qəssabı çağırırsan, qəssab üçün fərq yoxdur ki, bu qaradolaqdır və yaxud da yerli qoyundur. Çəkiyə görə pulun verir, alır. Ona görə, yəni, həvəsiniz varsa, marağınız varsa, otlağınız böyükdürsə, qaradolaq saxlan. Yoxsa iminli mən qaradolaq saxlayın, belə bir şey eləməyin. Elə yerli qoyununuzu alın, saxlayın. Soyuğa çox zərifdirlər. Adi soyuq olan kimi baxırsan ki, əriyirlər də, şam kimi əriyirlər. Effekt vermir. Yəni hamısı şərtdir. Qaradolağı saxlamaq çox çətindir. Belə otlaq yerləri zəif oldu, qoçları gecişir, qoça gəlməyə gecişir. Amma onu deyim ki, məsəl üçün ot yerin, yonca yerin, arpasını güclü elədin, tez qoça gəlir, məsəl üçün ekiz bala verir. Yəni amma belə otlaq yerin zəifdirsə, deməyim odur ki, qaradolağı saxlamaq heç effekt vermir. Məsəl üçün yerli qoyunu bu il mənim
yayda biraz otlaq yerim zəif oldu. Yemim zəif oldu. Yerli qoyun saxlayanlar bala alıblar belə deyək. Altında balaları var, balaları satılmalıdır. Mənimkilər hələ belə deyək də, hələ indi boğazdılar. 5-10 gündən sonra başlayacaqlar tək-tük doğmağa. Yəni bunlar hamısı şərtdir. Ona görə qoyun alanda birinci otlaq yerinizə baxın, yeminizə baxın ki, siz bunu saxlaya biləcəksiniz ya yox. Elə bunu məsəl üçün belə bir təsəvvür var ki, elə yerli qoyunu saxlayınca qara dolağı saxlayaram. Yox, elə deyil. Məsəl üçün yerli qoyunu zəif yerə, tikanlı yerə, yoşanlı yerə buraxırsan, özünü doyuzdurur. Məsəl üçün effekt də verir, bala da verir, qəşəng də olur. Amma bu yemi zəif oldusa, bundan sən xeyir gözləmə. Buna güclü yem lazımdır, hədsiz. Otlaq yeri çox güclü olmalıdır. Arpası olmalıdır. Doğandan sonra yemi zəif oldu, arpa vermədin, əriyir, şam kimi əriyir. İkinci dəfə qoça gəlinməyi özünə gəlincə ilə 1 il çəkir.